Salam aleykum, hardayam, qobudayam. Bir dənə kreditdən 6 sotun içərisində ev çıxarmışam sizə. 6 sot, şəxsi tikili, 4 otaqlı. Belə bir şey olmamışdı. Bağlı, bağatlı, 25 min ilk ödənişdən, bəli. Həyətə bax, bütün meyvələrdən var, yüzlərdən yenə deyirəm ağacı var. Yuxarısının şifri, çeri, pizzadır, şəxsi tikili. Bu ayrı qırağdakı bağıdır ya, əlavə həyəti də var. Yəni bu qırağıdır. Elə böyür tərəfdən toxucu saxlamaq üçün yerə bir yer saxlayıb. Yəni ev qurtarmayacaq. Axıra qədər baxın. Qiymət möhtəşəmin möhtəşəmi. Orada bir dənə toxuca saxlamaq üçün yeri, istəsən qoyun da saxlaya bilərsən, nə istəsən saxlaya bilərsən də. Böyür başına evin fırlanmaq olur. Baxın. Bu arxa tərəfində də yer var. Qiymət əladır. Yəni bugünkü gündə bu qiymətə ev çətin tapasan. Yəni kreditdən belə bir ev olmamışdı. 25 min verəcəksən, qarşısındakı aylıq gücün çatandan verəcəksən. Bax, armudlara bax. Yəni bu ayrıca bağıdır, evin qırağındakı bağıdır. Plus bunun qarşısındakı həyətə bax. Həyətə bax, stadion da elə bilsən. Bax belə bir geniş həyəti var. Qazı, suyu, işığı. Yəni bir dənə çöldən evin arxa-arxaya gedə, evin çöldən üstü düz deyil, bu yuxarıdan sonradan artırmasıdır. Üstü paketdir. Özdə şəxsi tikili evdə hər yanı zaborun içindədir. Yəni zabor olmayan tərəfi yoxdur bax. Üstü paket, qanuni. Yəni sonradan artırması da olub. Bir evin içərisindən tanış olaq. Qiymət əladır. Hazır yaşayışlı evdə şotçiklər hamısı yenə də deyirəm var. Üstündə bir dənə zvanok da hədiyyədir. Qaç oyna. Bax burada buranı necə fikirləşib? Bura bir dənə otaq, hazır demək olar. Burada bir dənə balkon. Ya balkon da eləməsin, bura mətbəxdə keçidə bilərsən. Ya necə sən edə bilərsən? Dayan da üstünü batırdım. Bir dənə evin içərisi hal-hazırda toz olduğu üçün ayaqqabıyla girirəm. Bax burada bir dənə burada otağımdır. Bax girdim bir dənə burada qəşəng otaq. Buradan gəldin, dayan. Burada bir dənə qəşəng zalıdır. Ölçüyə bax. Aboylar, zatlar, tvisten hamısı qoyulub, hər yanı qoşa daşdır. Baxın. Yuxarısı da işlənilib. Bu qiymətə belə bir ev çətin tapasan. Qiymət bilirsən neçədir? 25 min verəcəksən mənə. O qiymət düşəcək sənə 45 min manata. Nəğdə amma normal endirim var. Nəğdə normal endirim var. Bunun da üstündə paydır. Götürüb apararsın. Burada da bir dənə qəşəng yataq otağıdır. Yəni pəncərə hamısı qabağa boşdur. Evin böyür başına fırlanar. Bilirsən, görürsüz ölçüləri. Ölçülər gözəl, evin özü gözəl, qiyməti hamısından gözəl. Belə bir qiymətə ev tapmaq kreditdən bugünkü gündə çox çətin məsələdir. Hamam sanuzeldir. Baxın, tam təmirdir. Əsas pul aparan hamam sanuzeldir, o da tam təmirdir. Mətbəx mebelinə qədər hazırdır bu evdə. Baxın, burada da mətbəxdədir. Mətbəx mebelinin içində qalır. İstəsən mətbəxdə ora keçidib böyük mətbəx də yarada bilərsən. Buranı da risk eləyə bilərsən. Yəni otaq sayın çoxdur da. Yəni əlaqə saxlayın. Yerin də başa salıntısa Qobuda təzə məsciddən qabağa gəldin, 3 nömrəli məktəbi keçdin, 4 yol yer var. 3 yol, 4 yol. Yeri normal yerdədir, qiymət əladır. Yəni belə bir qiymətə 25 min ilk ödənişdən ev tapmaq mümkünatlı bir şey yox. 6 sot həyəti var. Yəni 6 sotda belə bir ev olmamışdı. Həqiqətən. Yəni Xırdapara indi çölünə ola bilər, indi biraz əl gəzdirəsən, amma belə bir ev bu qiymətə çox əla variantdır. Yəni şotçukları tam